İndi bəzən insanlar ümumiyyətlə kənardan eşitdikləri, bildikləri terminləri daha çox işlətməyə çalışırlar ki, nəyi sanki bir seçki oldusa, hər şey demokratiya artıq bərpa oldu. Qadınlara səs vermə hüququ verdinsə, bərpa olundu. Amma bu günləri kimsə balta ilə qadın öldürür. Kimsə evində xanımını öldürür. Kimsə boşandığı qadını gedir, ailə qurur, gəlir, həbsdən çıxır, gəlir, onu öldürür. Yaxşı etsə, ya da işlədiyinə görə gedir. Yaxşı etsə, niyə boşanmışdın? Niyə boşanmışdın? Yaxud da işlədiyinə görə. Bizdə qadın azadlığın səviyyəsi çox aşağıdır. Qadının iqtisadi müstəqilliyin səviyyəsi aşağıdır. Çox vaxt bunu əxlaq və yaxud da məişət məhdudiyyəti modeli ətrafında biz daha çox məhdudlaşdırmağa çalışırıq. Amma Azərbaycan qadını savadsız olandan sonra, məktəbə getməyəndən sonra, təhsil almayandan sonra onun yetişdirdiyi uşaq da savadsız olacaq. O necə uşaq yetişdirə biləcək? Ona görə də biz savadlı və demək, müasir dövrün tələblərinə, çağırışlarına cavab verən övlad yetişdirə biləcək. Zeynalabdin Tağıyevin qız məktəbində yetişdirmiş kimi qadınların olmasına ehtiyacımız var. Cümhuriyyət dövrünün bütün rəhbərlərin hamısının xanımları məhz bu məktəblərdə təhsil almış ziyalılardır. O xanımların dəstəyi olmasaydı bu dövlət qurulmazdı, bu cümhuriyyət qurulmazdı. Və ona görə də biz bu problemləri çözmədən birdən-birə çayı tullanaraq hansısa bir cənnətə düşəcəyimiz deyə belə bir xəyal yaşamamız absurddur. Təbii ki, demagogiyaya, oxlokratiyaya, populizmə gedib çıxırlar. Əlbəttə, bu da ona gəlir ki, çünki meydanda çıxış eləyən, deyək ki, bir əgər qəssab çıxış eləyirsə, hay salırsa ki, yaxşı ət var, bir molla çıxış eləyirsə, yaxşı cənnət var. Bir deyək ki, hansısa bir şəkildə bir müğənni çıxış eləyirsə ki, mən daha cəsuram, daha çox soyundum. O biri deyir ki, mən daha çox deyək ki, toydan pul qazandım. Bu mühitin içində yaxud da mənə daha çox həcilər kömək eləyir. Bu mühitin içində biz alimin, düşüncə adamının, cəmiyyətə filosofun sözünü dinlədənmərik. Ona görə də meydanı müəyyən dərəcədə tərk etməmək lazım. Meydanı yenidən qaytarmaq lazım bu insanlara və bu insanlar cəmiyyətə daha çox yön verməyə çalışmalıdırlar ki, biz dediyim kimi 19-cu əsrin ideallarını, mənfi ideallarını 21-ci əsrdə təzədən təkrarlamayaq və təzədən geriyə düşməyək. Və cəmiyyətdə uçuruma getməsin təbii ki.